Dağıstanda yaşayan Dağıstanlı alimlər, orada yaşayan Ruslar Dağıstanın, xüsusilə də Dərbəndin türkləşmə zamanı bilirsiniz zaman deyirlər. Türkizasiya Dərbənd yazırlar da, Türkizasiya Dərbənd. Bax, bir maraqlanın, Şah İsmail devrində türkizasiya, türkləşmək deyirlər. Yəni Şah İsmailin devrinə Dərbəndin və Qafqazın türkləşmə zamanı deyil Dağıstanlı alimlər, Rus alimlər. Çünki Şah İsmail zamanı Azərbaycan xalqının milli kimliyi qabarıq formada özünü göstərdi. Milli kimliyi, milli kimliyimiz, Türkman milli kimliyimiz qabarıq formada özünü göstərdi. Bizim dilimiz Azərbaycan türkçəsi Şah İsmail sayəsində beynəlxalq bir dilə çevrilmişdi. Orta əsrlərdə, 16-17-ci əsrdə. Bilirsiniz də, 16-cı əsrə qədər aristokratların dili fars dili idi. Məsələn, Osmanlı sultanları fars dilində şeir yazaraq özlərinin əsilzadə olduqlarını sübut eləməyə çalışırlardı. Şirvanşahlar, yəni Şirvanşah, bizim Şirvanşah tariximizin şahları fars dilində şeirlər yazaraq, fars dilində danışaraq özlərinin əsilzadə olduqlarını vurğulayırdılar. Həmçinin Şeybani xan fars dilində şeir yazaraq özünün əsilzadə olduğunu, yəni fars dili aristokratiyanın dili idi. Bu Səlcuqlardan belə bu yana bu vəziyyətli idi. Yəni Səlcuqlardan bu yana türklər özlərin aristokrat göstərmək üçün fars dilində danışırdılar. Şah İsmailin və Qızılbaşların hakimiyyətə gəlməsi ilə bu ənənə dəyişdi. Artıq əyyanlar, qonşu hökümdarlar şahın xoşuna gəlmək üçün, Şah İsmailin gözünə girmək üçün türk dilində şeir yazmağa başladılar. Türk dilində danışdılar, Azərbaycan türkçəsində danışdılar. Və bu ənənə 400 il davam elədi. Qacarlara qədər bu ənənə davam elədi.